Bax, özlərinə tayları, tuşları da tapıblar. Bu orden medallardan satıblar. Biri də mənim mandatım Eldar Quliyevdir, bilirsiniz də, 28 sayılı Sabunçu deputatı. Gedib Berdi Məhəmmədova bu saxta medallardan verir. Bu Azərbaycan üçün çox biabırçı bir hadisədir. Çox biabırçı bir hadisədir və bu biabırçı hadisədə adı halanlardan biri gedib 5-ci dəfə özünü parlamentə soxuşdurub oturub orada. Hələ yerinə, yurduna bu adamın bir manatlıq xeyri olmayıb. Amma Allah bilir, bu Maşennik Razimdən, bu Maşennik Eldardan bu nə qədər pul verib, alıb bu medalı aparıb asıb Berdi Məhəmmədovun yaxasına. Əslində çox ciddi skandaldır. Çox ciddi skandaldır, çox biabırçı bir hadisədir. Yəni bir deputat bilincində deyil. Yəni onun ağlı elə oraycandır. Onun savadı, onun çevrəsi elə ora qədər düşünə bilir. Yəni düşünə bilən adam gedib Eldar İsmayılovdan medal alıb, aparıb başqa bir devləti milli liderinin yaxasına asması. Gürültülü alqışlar da